Ha dostlar, yenidən efirdəyəm. İndi çalışacağam ki, Mehman qardaşımızı Almaniyadan qoşaq. Bir həmvətənimiz, həmyerimiz Almaniyada yaşayır. Tərbiyəli, qabiliyyətli insandır və mövzu Cabir İmanov, mərhum Cabir İmanov və onun e, yəni ölümü ətrafında yaranan bu müxtəlif müzakirələrdən gedir. Mehman, izləyirsənsə əzizim, burada olduğunu bildir, qoşul. Qoşulanlardan xahiş edirəm. Yəni dislike nə düyməsini vurursunuz vurun, amma elə eləyin ki, qoy Facebookun alqoritmi bu videonu hər kəsə təqdim eləsin, göstərsin. Mən istəyirəm ki, nə qədər çox adam baxsa, bir o qədər yaxşıdır. Bir o qədər yəni caizdir. Dindarlar demişkən. Bu əvvəlki videonu silirəm, əvvəlki strimi. Yeni streamdə, yəni saç-baş salmamaq üçün insanlarımızı, izləyiciləri. Hamınızı yeni streamdə burada salamlayıram. Yəni bir də təkrar edirəm. Bir neçə gün bundan öncə mən post yazdım ki, Cabir İmanovun rəhmətə getməsi ilə bağlı iki nəfərin mən çıxışını axıra qədər izləməyə, yəni səbrim çatmadı. Çünki məndə ikrah hissi doğurdu. Təkrar eləyim. Biri hörmətli İsmail Cəllov, digəri isə Molla Qurban Məmmədov. Hər ikisinin adını taq eləyib post yazdım ki, bazar günü, yəni bu günü mən demək canlı efir açacağam kanalımda, amma baxdım gördüm ki, adamlardan səs çıxmır. İsmail Cəllov öz adını təqdən pozdu. Yəni bu o deməkdir ki, yəni gəlmək istəmir. Qurban Məmmədovun da yəni 1 milyon izləyiciləri var da. Xahiş edirəm xəbər eləyin. Facebookda qoşulsun, arqumentlərini bildirsin, mən də öz arqumentlərimi bildirəcəm. Mehman qoşul qardaş. Sorğu göndər, neyinsən elə? Mən çoxdandır Mehman, invite və dəvət göndərdim. Ziyadov Elşad, danışmağa sözüm var, danışmaq istəyirsənsə denəm. Əlavə eləyim səni də. Mehman, burada göstər ki, sənə dəvət göndərmişəm. Amma nədənsə alınmır. Mehman, buradasansa bir şey yaz. Hamıdan xahiş edirəm, yenə də təkrar edirəm. Like, dislike, nə düyməsi olursa olsun. Bir də dəqiqə qoy Mehmanı kompüterdən yığım. WhatsApp-ına. Necə qoşulursan? Bəlkə belə elə, bir dəqiqə deyəm, mən musiqini yadımdan çıxıb söndürəm. İzləyicilərdən xahiş edirəm, mənə bir söz deyin. Mehmanın səsi eşidilir, eşidilmir. Bax, naushnikində birini qoyuram bura. Bir dəqiqə bəlkə elə səni bu formada efirə qoşaq, elə bu formada söz ver. Elşad, mənə bir söz denəm, zəhmət olmasa. Mehmanın səsi necə eşidilir efirdə? Yaz zəhmət olmasa, kompüterdən, WhatsApp-dan qoşmuşam Mehmanı. Mehman, bir şey danış görək sənin səsini, özüm də yoxlayayım buradan. Bir dəqiqə. Mövzu Elşad qardaşım demək, mövzu budur ki, Cabir İmanov da bizim KVN-simiz rəhmətə gedəndən sonra bəzi adamlar başlayıblar ki, nə bilim, biri rəhmət yazır, sonra rəhmətin geri götürür, biri başqa şey yazır. Yəni mən bilmək istəyirəm ki, yəni Allah Taala yəni sizin dediyiniz qədər, yəni sizin düşündüyünüz qədər də belədirsə, yəni mən o Allahı tanımaq istəmirəm. Yəni əgər sizin təqdim elədiyiniz kimisə, estağfurullah. Mehman danış qardaş. Ay, yox, yaxşı eşidilmir. Mehman, sən belə elə, efirə bax, orada opsiya olmalıdır. Mən indi bilmirəm, çoxdandır mən canlı efirə çıxmıram. Orada bir opsiya olmalıdır, onu vur ki, yəni efirə qoşulmaq üçün mən də təsdiqləyim. Təzdən bir də yoxla da əzizim. İndi qapatıram burada, bağlayıram bu WhatsApp çəngini. Bir yoxla zəhmət olmasa.
Yəni efirə yenə təkrar edirəm. Hələ bir 5-10 dəqiqə mən istəyirəm ki, Qurban Məmmədovun dostları, tanışları xəbər eləsinlər. Qurban bəy qoşulursa, gəlsin qoşulsun. Yəni izah eləsin şəriətlə, nə bilim, mərifətlə, qabiliyyətlə, həqiqətlə, nə ilə, yəni izah eləyə bilirsə izah eləsin ki, nəyə görə bəs o elə fikirləşir ki, Cabir İmanova rəhmət düşmür. Mən də bilmək istəyərəm də, mənə də maraqlıdır və tamaşaçılarımıza da maraqlıdır. Əsaslandırsın, fikrini desin. Mənim də kifayət qədər iki samasval əks arqumentim var. Yəni istənilən adamın üstünə onu aşırdıb boğa bilərəm orada. Ha, Ziyadov Elşad yazır ki, bir kəlmədə kim əgər günahsızsa birinci daşı mənə o atsın. Mən bir də görəm mehmanı efirə necə qoşa bilərəm. Axtarış verim. Mehman. Artıq Mehman, məndə burada göstərir ki, sənə mən göndərmişəm dəvət. Aha, deyəsən nəsə gəldi bir dəqiqə. Aha, təsdiqləyirəm. İndi yazır, İngiliscə də adding yazır, yəni əlavə olunur. Təki qoşulsun. Aa, gözəl, Allah. qoşuldum. Aha. Efirdəsən məncə, hə, Lakin görürsürsən, tamam görünürsən. ben nauşniki çıxardım. Nauşniklə eşitmədim. Aleyküm salam. Eşitirəm hər yerdə. Salam Hə, var vaxtın xeyir mən olsun. eşidirəm səni, mənə elə gəlir ki, izləyicilər də eşidir. Əzizlərim, eşidirsinizsə Mehmanın səsini, zəhmət olmasa bir kəlmə, yəni bizə şərəf verin, yazın. Bəzi adamlara deyirsən ki, səs var, yoxdur, o gün baxıram biri Hı -hı. canlı efirdəyəm, deyirəm zəhmət olmasa adı ilə deyirəm, İsmail bəy yaz ki, səs var, yoxdur, adam dayanıb baxır. Yəni bu adamlar bu cür mövqeynən istəyirlər ki, yəni ölkədə hər şey dəyişsinlər, islahatlar eləsinlər, nə bilim, Azərbaycanı o Nizami Gəncəvinin o utopik ideyalardakı deyildiyi kimi də bir İskəndərnamə əsərində deyildiyi kimi utopik bir dövlət quruluşu yarasınlar. Sizə bir dənə sual verirəm, ona cavab verə təsdiq eləmirsiniz ki, səs var yoxsa yoxdur. Mehman efirdəsən, hamı səni eşidir əzizim. Yəni mövzunu bilirsən, əvvəl efirə çıxdım, sonra yenidən bağlayıb yenidən, çünki fikirləşdim, yəni vertikal olduğuna görə mən Evet. 5-6 ildir Facebookda canlı efir eləmirəm. Qısa, konkret məsələnin qoyuluşu belədir. Bizim ölkənin əməkdar artisti, yəni hamımızın, yəni bir komediya aktyoru kimi sevimlisi, xüsusən də mənim sevimlim olan Bakılı oğlanlar, KVN Şən və Hazırdalılar klubunun, yəni məhəllə, Planet Parniz Baku, insanlarımıza illərlə gülüş bəxş edən bir insan Allahın rəhmətinə qovuşub da, yəni 49 yaşında qəfildən dünyasını dəyişib. Yəni bu insanın ailəsi, anası, bacısı, qardaşı, əzizləri, sevənləri, bütün bunlara rəğmən bizim bəzi ictimaiyyətin bəzi nümayəndələri bu gün biri yazır ki, mən rəhmət yazdım, İsmail Cəllov və Qurban Məmmədova rəhmətimi geri götürürəm. Yaxşı, Allah Teala ilə oturub gözləyir ki, siz rəhmət oxuyacaqsınızsa, ona rəhmət eləyəcək, yox, oxumayacaqsınızsa eləməyəcək. Yəni, mənə dəfələrlə olub ki, mən Şimali Qafqazdan olan dostlarım da, çox da deyiblər, Laçın, sən belə olansan, filan olansan, niyə namaz qılmırsan? Demişəm, bir dəqiqə dayanın. Mən Quranın üstündə oxumuşam. Mənə Qurandan danışmayın, şəriətdən danışmayın. Əgər mənim o sudni den deyirlər də, o Allahla, Allahın dərgahında olanda, orada vəkilə ehtiyac olmayacaq və Allah Taala hər şeyi biləndir demirsiniz. Demirsiniz Allah Taala'nın izni olmadan göydən bir yerə bir tək yarpaq düşmür. İndi siz kimsiz ki, durub deyirsiniz Allah rəhmət eləsin və eləməsin. İndi buyur Evet. Mehman qardaş, söz səndədir, nə demək istəyirsənsə, nə sözün varsa, mənə də qarşı tənqidin varsa, nə varsa mən açığam, hər şeyə hazıram. Lakin birinci növbədə təşəkkür edirəm ümumiyyətlə bu təşəbbüs üçün və bu mövzuya toxunduğun üçün. Bildiyim qədərilə Avropada və ümumiyyətlə vətəndən kənarda yaşayan, mənim bildiyimə görə ilk insansan, ictimai fəal, hansı ki bu məsələyə bu prizmadan yanaşır. Bunun üçün sənə birinci növbədə həm Avropada yaşayan bir Azərbaycanlı olaraq, həm də bir vətəndaş olaraq təşəkkürümü bildirirəm. Mənə görə Çox sağ çox ol bu qardaş. vacib məqamdır. Biganə qalmaq olmaz. Çünki ölüm elə bir şeydir ki, sabah sən də, mən də bu dünyada köçəcək və heç də xoşa gələn hal deyil ki, kimsə ölünün haqqında negativ, ictimai şəkildə və ölünün özünü müdafiə etmək hüququ haqqı olmadan danışır. Yəni mənə görə bu çox alçaq bir addımdır.
nə Azərbaycançılığa sığan bir hərəkətdir və digər tərəfdən də heç bir insan, yəni ki, belə deyim də, insani prinsiplərə uyğun olmayan bir düşüncədir və yanaşmadır. Ölü haqqında danışmaq istəyirsən, amənlə danış. Get şəxsi öz privat sferanda ailənlə, dostlarınla ictimai əsaslar olmadan nə qədər istəyirsən danış. Amma bir insan ki, ictimai şəkildə sən onu qınayırsan və ölümündən sonra qınayırsan, o özünü müdafiə edə bilmir. Çünki ən azından o artıq başqa bir dünyada, başqa bir reallıqdadır. Məncə artıq ümumiyyətlə bu addımın özü o insanın, danışan insanın və bu addım atan insanın özünün ümumiyyətlə şərəf və ləyaqət haqqında olan təsəvvürlərini sual altına qoyur. Ən azından mənim baxış açıma görə. Bu Razıyam, məsələ ilə, qatılıram. bu məsələ ilə Mən bağlı buradayam. Yəni birinci sən növbədə bunu davam elə, demək istəyirəm. xahiş edirəm. Buradayam, fikir çəkildim, texniki zaryadkanı falanı, zərzi falanı qoşuram. Bəli, birinci olaraq yəni bunu demək istirdim və ikinci də bir məqama toxunmaq istəyirəm ki, adını çəkdiyin şəxslər var. İndi mən onların adını burada çəkib təkrarlamaq istəmirəm, çünki ən azından mənim onlarla şəxsi bir tanışlığım yoxdur və ictimai fəalları haqqında da belə bir güclü təsəvvürüm yoxdur. Mən konkret olaraq onların Cabir haqqında və Cabir İmanov haqqında, o mənim üçün dəyərli insan idi, bildirdiyi fikirləri, yəni ki, belə deyim də şərh etmək istərdim və konkret olaraq da yəni rəhməti geri götürdü. Birincisi, belə demək istəyirəm ki, rəhmət Allahın rəhmətidir və o istədiyini onu verir. Əgər siz ümumiyyətlə rəhmət sözünün belə deyim də dini, leksik və semantik mənasını anlayırsınızsa, ümumiyyətlə rəhmət nədir? Yəni burada kiminsə rəhmətindən söhbət getmir. Burada Zibeydə xalanın, nə bilim, sənin, mənim, o birisinin, bu birisinin rəhmətindən söhbət getmir. Burada söhbət Allahın rəhmətindən gedir və o Allah ki, mənə görə mütləq bir qüvvədir və o sənin, mənim istəyimə görə o rəhməti vermir. Biz bunu gəlin belə deyək də aydınlaşdıraq. İkincisi, əgər sən bir yaxşılıq eləyibsənsə, biz Azərbaycanlılarda tüpürdüyünü yalamaq deyilən bir şey var. Ya sən xahiş edirəm, araşdır kimdir bu insan. Ona görə rəhmət istə Allahdan, dua et. Yox, əgər sən rəhmət istəmirsənsə, tüpürdüyünü yalayırsansa, bu da sənin bir seçimindir. Amma ən azından bir özünə hörmət et də. Özünə hörmət et ki, mən bilmədən, araşdırmadan ağzıma gələni danışıram. Yəni, əgər sən bir dünyasını dəyişən şəxsiyyət haqqında bugün bunu deyirsənsə, qarantiya varmı ki, sənin indiyə qədər danışdıqların haqqında da belə ön yarğılı deyirsən? İstər-istəməz məndə bir ictimaiyyət mənsubu kimi bu fikri də, belə deyim də, formalaşdırır danışanlar özləri haqqında və digər tərəfdən də, belə deyim də, yəni, Cabir adi bir insan idi. Mənfi və müsbət cəhətləri ilə, güclü və zəif cəhətləri ilə. Əlbəttə ki, onu sevənlər də olacaq, sevməyənlər də olacaq ki, bu məndə də belədir, səndə də elədir və digər bütün dostlarımızda da belədir. İnsan %100 heç vaxt yaxşı ola bilməz. İnsanın elə bir həyatında fazalar olur ki, o fazada bəlkə də o, belə deyim də, qəhrəman ola bilər. Sonra elə bir şey ola bilər ki, tam fərqli anlaşılar və tam fərqli görünər. Yenə də onu araşdırmaq lazımdır, bilmək lazım ki, bu insan nə üçün o anda bu və ya digər hərəkət edir və s. və l-axır. Hətta onu eləmiş olsa belə, əzizlərim, 2003-cü ildən sonra artıq neçə il keçib, bunu hamımız bilirik. Nəyə görə onu gündəmə gətirmirdiniz? Nəyə görə hər dəfə onu link etmirdiniz? Nə oldu, ölməyini mi gözlədiniz? Yəni, budur mu kişilik? Hər şeyi də qoydum qırağa, dini də qoyuram qırağa, Avropanı da qoyuram qırağa, insanlığı da qoyuram qırağa. Siz həmişə danışanda Azərbaycançılıqdan danışırsınız. Konkret olaraq yəni sinənizə deyirsiniz, biz Üzr belə, istəyirəm, biz Mehman, Azərbaycan. hədislərlə Həzrət Hüseyin belə elədi, İmam Hüseyin onu elədi, nə bilim, İmam Rıza Sadiq Cəfər bunu elədi, dindən, imandan, ibadətdən danışan. Birincisi mənim yəni fikrimə görə, sən əgər siyasi fəaliyyətdəsənsə, dini bu çirkin işlərə qarışdırma. Yəni din, türklər demişən, kutsal, sakral bir şeydir. Yəni yaxşı danışırsansa, yəni sənin sözünlə əməlin üst-üstə düşmür axı, əzizim. Yəni adam haqqında o rəhmətli Ağacan babam var idi, mamamın babası da. Onun bir sözü olub ki, bala qılıncı qınında görməsən demək ki gördüm. Yəni da heç kimin haqqına girmə. İnsanın haqqına girirsiniz. Ben bilirsən mənə bu nəyə görə belə təsir eləyib? Birincisi mən dünən axşam, kstati, fürsətdən istifadə edib, bəlkə sən də baxmısan o videoya. Dünən axşam mən demə bir stand-up show-ya tamaşası kimi baxmağa getmişdim. Orada İrlandiyalı var idi, sonra Fələstinli bir xanım var idi. Yəni da tədbir qutarandan sonra orada nə bilim ayaqüstü hamı söhbət elədi. İrlandiyalı başladı, sən hardansan? Where from? Dedim from Azərbaycan. Nəysə, güya tanımır. Dedim Land of Fire. Biraz da belə borcu cavab verdim buna. Hə, belə filan gördüm söhbəti ki, hərriyib fırlayıb gətirir etnik təmizləməyə. Dedim bir dəqiqə dayan. Mən sualıma cavab ver. Sən beynəlxalq hüququ təsdiq eləyirsən, yoxsa yox? International law.
Ay yox, başladı sual dedim yox, mənə sualıma sualla cavab vermə. Səninlə danışan adam dedim Azərbaycanlıdır, 100% Azərbaycanlıdır. Hı. Təsdiq elirsən dedə. Dedim bu international law bu deyir ki, 4 BMT qətnaməsi Azərbaycanın işğal olunmuş ərazisi azad olunmalıdır. Sonra bu söhbəti fırlatdı, gətirdi ki, Azərbaycan İsraillə sayuznikdir. Fələstinli qızın Vəfadadır. Dedim Vəfa, my dear, gəl yanımda dur. Dedim Fələstin həmişə erməni separatçılığını dəstəkləyib. Amma bütün bunlara rəğmən mənim dövlətim 1.600.000 dollar dəyərində humanitar yardım göndərib. Və həmişə də Fələstinin haqqını beynəlxalq hüquq çərçivəsində tanıyıb. İndi bunlar dedim nə səs küy salırlar. Oğlan üzümü sevirdim, dedim neçə sent yardım eləmsən Fələstinə. Mıksusdur. Yəni bilirsən, dünən mən biraz emosional idim o söhbətdən sonra. İrlandiyalını döymək istəyirdim. Yəni o yerə gəlib çatmışdı. Yəni baxdı gördü ki, beynim sönüb, bunu da belə presləyirəm. Hə, mən üzr istəyirəm, mən bilmək istirdim. Dedim, yox, sən qərəzlisən. Və qərəzli heç kim dedim, mənim vətənim haqqında danışa bilməz. Ondan sonra Lakin bir burada canlı da efir ben açdım. Bizdə dəqiqə bunu yekunlaşdırım, sonra söz sənindir. Rus dilində efir açdım. Biraz emosional idim. Bəzi qeyri-etik, yəni çox 18 plus yox, etik var, emosional. Sonra fikirləşdim ki, yox, mən belə bir şey eləyə bilmərəm. O videonu bağladım. O videonu bağladım və ona görə hamıdan üzr istəyirəm. Yəni mən özüm elə hesab edirəm ki, mən belə eləməməliyəm. Laçın Məmşov bunu eləməməlidir. İndi buyur əzizim, davam elə. Lakin ona görə mən biraz da qısa danışmaq istəyirəm, çünki birazdan bir dost gəlir, ondan da görüşəcəm. Ümumi yəni fikirlərimi bildirdim və bir məqama da toxunmaq istəyirdim də əziz dostlar. Yəni əgər biz Avropada yaşayırıqsa, əgər biz Avropanın daha da inkişaf etmiş, sivil olduğunu iddia eləyiriksə, biz başa düşməliyik ki, postmortal hüquq deyilən bir şey var. Yəni insan şərəf və ləyaqətinin və ümumiyyətlə hüquqlarının onun ölümündən sonra qorunması. Yəni Avropada daha sivil olduğu, yaşayıb daha sivil olduğunu, dünya görmüş olduğunu iddia edən insanların və yaxud da ki Amerikasında elə bu tip yəni fikirlər səsləndirməsi də məndə bir tam səmimi deyim ki, yəni sadəcə gülünc də olur da, yəni təbəssümə səbəb olur ki, yəni bu qədər riyakar olmayın da yəni. Postmortal hüquq belə insanın ölümündən sonra onun şərəf və ləyaqətini qoruyur. Yəni siz bunu elementar olaraq bu tip yəni hadisələrə tətbiq edə bilməyən insanlarsınız. Nə insan hüquqları müdafiəsindən danışırsınız siz, nə demokratiyadan, nə sivil cəmiyyətdən, nə böyük danışırsınız. İstərsəniz başa düşürsünüz, yəni məni bir ictimaiyyət mənsubu kimi bu da düşündürür. Və bir də bir dənə də bir şey var, məqam var, onu da unutmayaq. Əgər biz insanların günahlarını görürüksə, onların görmədiyimiz tövbələr də var. Yəni əgər burada söhbət həqiqətən Allaha inancdan gedirsə, Allahın tövbəsindən gedirsə, əzizlərim, Allah nə mənə, nə sənə, nə də kiməsə burada bu və ya digər insanları əməllərinə görə mühakimə etmək səlahiyyəti verməyib. Nə vaxt səlahiyyət verilərsə, o zaman gələrsiniz deyirsiniz ki, cəmaət, mən elan edirəm, dünən kiməsə rəhmət demişdim, bu gün o rəhməti geri götürdüm və Allah da bundan razıdır. Əgər sən o reallıqda deyilsənsə, o ölçülərdə hərəkət edib, fikir bildirə bilmirsənsə, boş-boş danışıb, yəni boğazdan yuxarı populist çıxış etməyə ehtiyac yoxdur. Yenə deyirəm, əgər kiminsə bildiyimiz günahı varsa, inanın ki, bilmədiyimiz tövbəsi də var. Ona görə insan dünyasını dəyişib, Allahın rəhmətinə qovuşur. Əgər biz bu Allaha varlığına inanırıqsa, ona görə o zaman onu biz Allahla baş-başa buraxaq, boş-boş danışmayaq, populist hərəkətlər etməyək, söhbətlər, fikirlər səsləndirməyək, ölünün dalıyca danışmayaq və ölünün ölmə faktından istifadə edib bir insanın ölümündən istifadə edib gündəmə gəlməyək. Ehtiyac yoxdur buna. Mən bir Azərbaycanlı olaraq və Cabirə böyük sayğısı olmuş, ona böyük hörmət bəsləmiş, həm onun yaradıcılığına, həm şəxsi keyfiyyətlərinə böyük yəni rəğbət bəsləyən bir insan kimi mən bunu xahiş edirəm sadəcə. Tələb etmərəm, artıq hər kəsin öz tərbiyəsinə bağlı olan bir şeydir. Amma kişi olaq, Azərbaycanlı olaq. Düz deyək, kişi özü də, bu kişi sözü də artıq bu gün devalvasiya uğrayıb, belə deyək də, bu artıq öz təyinatını itirmək üzrədir. Yəni ən azından Azərbaycanlı olduğunuzu iddia edirsinizsə, Azərbaycanlıyam deyirsinizsə, sinənizə deyirsinizsə, döyürsinüzsə, dini hər şey qoydum qırağa, biraz panyatiya ilə yanaşın da, məsələ, bu insan ölüb. Biz yıxılan insanı belə tapdamırıq ki, qalx ayağa, gəl kişi kimi vurur. Bu insan ölüb, dünyasını dəyişib. Kişi olun da, kişi olun da. Biz yıxılan insana vurmuruq, biz yıxılan insana toxunmuruq. Bu insan dünyasını dəyişdi. Nəinki yıxılıb, bu insan ümumiyyətlə yoxdur. Əgər Allaha inanırsansa, bil ki, Allahın rəhmətinə qovuşub. Və yaxud da ki, dəyişib, artıq başqa reallıqdadır.
Bu reallıqda olmayan insan üzərindən niyə siyasət edirsən? Niyə gündəmə gəlirsən? Niyə manipulyasiya edirsən? Axı bilirsən o cavab verə bilməyəcək. Bu qədər, Laçın. Bəli, Çox sağ ol, Mehman, minnətdarım bu bir də imkandan. səndən bir xahişim var. Bilirsən, xain xoflu olar belə bir məsəl var bizdə. Xahiş edirəm sən özün denən. Biz səndən real həyatda birdən içə görüşmüşük ya Yox, görüşməmişik. Laçın, Nə qədər yox. vaxtı bir-birimizi tanıyırıq. Laçın, mən səni, indi sən də deyirəm, çünki o səmiyyəti Əcəb müəyyən qədər elmirsən, elə özün sən imkan denən, yaradırsan. problem yoxdur, O sən denən. sən demək imkanı təkcə mənə aid deyil. Bütün Azərbaycanlılar bildiyim qədərilə sənə həm sən deyirəm, siz deyir. Mən həyatda Laçın bəyi tanımıram, virtual tanıyıram. Necə ki minlərlə Azərbaycanlı virtual tanıyıram və Laçın bəy mənim həmişə olduğu kimi diqqətimi ictimai fəaliyyəti ilə və ən xüsusən də bunu vurğulamaq istəyirəm ki, özünə xas olan ritorikası və yanaşması ilə cəlb edib. Ona görə də mən ona təşəkkür edirəm. Bu gün də bu imkanı yaratdığına görə ümumiyyətlə Cabir İmanovun belə deyim də xatirəsinə göstərdiyi hörmətə görə və onun haqqında səsləndirilən nalayiq, insani dəyərlərə xas olmayan bu fikirlərə etiraz etdiyinə görə, bicana qalmadığına görə mən bir vətəndaş olaraq, Azərbaycan övladı olaraq təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm və fürsətdən istifadə edərək Cabirə bir daha Allahdan rəhmət diləyirəm. Amin. Allah onun təqsiratı varsa bağışlasın. Cabir böyük oğlan, böyük insan idi. Yəni ürəkli oğlan idi. O çox bacarıqlı insan idi və Cabir həmişə mənim xatirimdə ən gözəl keyfiyyətlərə malik olmuş insan kimi qalacaq və Allah onu rəhmət eləsin, onun xatirəsi həmişə əbədi yaşasın. Çox sağ Amin. olun. Allah Minnətdaram. yaxınlarına səbir versin. Çox sağ Amin. ol Mehman. Sən də elə sağ ol. Çox sağ Böyük olun. işlər görürsən Sağ və olun. ən azından bir dənə məsələni qeyd eləmək istəyirəm. Xatırlayırsansa, sənin o videonun altında mən də şərh yazmışdım. Hansısa bir tədbirdə Almancovu sən görəndə mən doğrudan da heyran oldum. Yəni çox xoş oldu ki, sırf təmiz alman ləhcəsi ilə danışırsan da, yəni Auslander. Burada biraz Auslanderlərə başqa şey, Auslander kimi yox, sənin gözəl Almancın var. Yəni Alman dili nə qədər çətin dildir. Yəni bu mən bu cəhənnəmi keçə-keçə başa düşmüşəm də. Mən birinci dəfə alman dilini eşidəndə bilmirdim ki, Bazler dialektdə burada İsveçrədə 20 neçə dialekt var. Mən onu eşidəndə fikirləşdim, gözümdən yaş gəldi. Dedim mən bu ölkədə öləcəm, mən bu dili öyrənə bilmərəm. Yəni təsəvvür elə, mən burada yeni yaşayanda alman dilini öyrənəndə trembar da, o verb deyirlər də, bölünən feillər. Bundan Bəli, bəli. gələndə eşidirdim şey ki, bir treffen in Berlin ein. Fikirləşirdim ki, Scheiße, wo ist Berlin 2? Hardadır bu Berniçi hardadır? Google'da axtarırdım. Yəni təsəvvür mən bilmirdim axı belə qrammatikası ola bilər bunun və Bəli, alman bəli. dili mənim aləmimdə həmişə faşist Almaniyasını assosiasiya eləyirdi. Çünki Sovet propaganda filmləri, ondan sonra 90'larda bir gürcü dostum var, o mən bir dəfə Kevenşkeydi, o da qıstatı rəhmətə getdi Vano. Elə o da trenajordan bax, ondan bağlı videoda danışmışam. O zarafat üçün qayıtdı ki, o 90'larda pornoxalar gəldi axı, Alman pornografiyaları Alman dilində. O zarafatla başladı ki, vaxtında pornografiya baxsaydın, indi nə bilim, bəlkə də B1-dən başlayardın Alman dilin. Nəysə, yəni baxıram bəziləri deyir, biz belə uzağa getməyi adın deyim, elə Əfqan Muxtarlı, biz şeylərlə, Avropa siyasətçilərlə cölüstük filanlar. Sual olunur, sən hansı dildə danışdın ondan? Yəni Laçın bəy, mən bilirsən, istəməz gəlib, indi yox, onları müzakirə edeyim. Sən mən o tanıyırım. adamları şəxsən tanıyıram. Mən Və onlarla o mən qədər danışdığım bilirsən, yoxdur. Ona görə. istənilən mən bura sən şərik deyilsən bu söhbətlərin heç birinə. Gəlib istənilən bir ölkədə cəmiyyətdə yaşayırsansa, sən o cəmiyyətə inteqrasiya olmalısan, çünki o cəmiyyətin bir üzvü olmalısan, çünki sənin Elə, simonda Azərbaycan haqqında fikir formalaşır. Yəni elə. bu kəsinliklə belədir. Yəni mənim dediyim odur ki, yəni çox sağ ol ki, mən çox istəyirəm ki, və səni kimi yerlilərimiz, həmvətənlərimiz Avropanın çox ölkələrində olsun və şükür də var. Allaha çox şükürlər olsun. Amma mən yenə də deyirəm ki, ölən adamın arxasıca sən hüquqi tərəfini dedin, mənəvi tərəfini də deyirik bunun, hər tərəfli. Bu nə dinimizə, nə mentalitetimizə, nə qanuna, nə şərəfə, nə ləyaqətə yaraşan şey deyil ki, insanın. Yaxşı, deyirsiniz ki, Cabir İmanov 2003-cü ildə nümayişçiləri döyüblər. Mən sizə sual verirəm. Həmin o nümayişçiləri o meydana kim göndərib meydandan qaçdı? Sizin sevimli Qəmbərov İsa, Primus düzəldən İsa və Arif Hacılı və digər liderlərimiz. O insanlar ora çıxdı və eyni zamanda həmin şayələri, həmin formada mən həqiqətləri ən yeni tariximizlə bağlı bütün bunların cinayətlərini araşdırıb, faktlarla, sübutlarla qoyanda mənim haqqımda da deyirdilər ki, Laçın Məmşov 2003-cü ildə idmançı dəstəsi ilə meydanda güya mən kimlərsə döymüşəm.
mən heç kimə bir çırpma vurmamışam və buna mən tam əminəm və 2003-cü ildə Şamaxı şəhəri Seyid Əzim Şirvani küçəsində Bakı şəhərindən girəndə Şamaxıya, Şamaxının girişində avtovağzalı keçəndən sonra 1, 2, 3-cü məhəlləyə dönəndə orada avangard univermağı var. Bibim uşaqları ilə biz həmin univermağı bir yerdə tikirdik də ki, yəni biznes quracağıq, nə edəcəyik. Sonra da baxdım ki, arada narazılıq olacaq. Mənim gözümün ağ-qarası onda rəhmətli bir bibim var idi. Sakitsiz ümid çevirdim, uzaqlaşdım, getdim. Qayıtdım, getdim Bakıya 2004-cü ildə. Yəni mən o meydanda olmamışam, mən adam döyməmişəm, nə də mən o adam deyiləm ki, durub elədiyim hansısa hərəkətin arxasından qaçsın. Bu günə kimi 50 yaşım mənim yanvarda tamam olub. Dediyim hər bir kəlmənin arxasındayam. Attığım hər bir atdıma əmələ görə cavabdehlik daşıyıram. Bəli, bəzən olub ki, bəzi yanlışlarım olub. Bunları etiraf eləmişəm. Çünki elə uzağa getməyək, ən yeni tariximizlə bağlı götürək. Azərbaycan tarixinə 2020-ci ilə qədər baxış var. 2020-ci ildən sonraki baxış var. Nə də mənim heç kimin qarşısında ötəsiliyim yoxdur. Yaxşı, sizə sual olunur. Lasım Məmişovun adını yazdınız ki, idmançı kimi adam döyüb. Yəni, Heveyin şiknətər olur ki, bu gedir adam döyür. Bu boyda ölkənin idman, yəni da armadası ola. Mən inanmıram bu şeylərə. Bəlkə də olub. Yəni, olubsa da yenə, mən sual verirəm, o 1 milyon adamı Müsavat Partiyasının qərargahının qarşısından meydana gətirib kim çıxartdı? Kim onlara hücum əmri verdi? İsa Qəmbər, Arif Hacılı, hansının ki, Avropadakı mühacir insan alverini mən ifşa elədim və mənə 3 dəfə cinayətçi qaldırtırmaq istədi bu adamlar. Bütün bax, bu keyslər hamısı kriminal nikitlikdə evimdədir. Evimdə artıq bir kitabxana var. Mənə qarşı açılan saxta cinayət işləri ilə bağlı. Heç bir şey sübut da eləyə bilmədiniz. Amma mən sübut elədim. Lakin mən Bəli. üzr istəyirəm. Bu insanları ora toplayan insanlar da, liderlər belə deyir, dırnaq arası. Özləri də qatılmışdı mı o mitinqlərə? Xeyr, özləri qaçdılar. Özləri qaçdılar və hakimiyyətin bəzi qruplarından aldıqları pulu bir xanımın alt paltarında seyfdən qaçırtdılar. Mən bunu nağılla danışmıram, kişi, qadasını alın. İndi keçirəm başqa bir məsələ. Məni də həmin o adam döyənlər siyasına, amma Allah şahidimdir və həmin ərəfədəki Şamaxıdakı bütün məhəllə küçəmiz şahiddir ki, mən də orada olmamışam da, mən Şamaxıda olmuşam, tikinti. Mən onda nə ilə məşğuldum? Beton axtar, armatur axtar, usta axtar, nə bilim, arxitektor axtar, nə ilə. Yəni, bunu qoyaq bir tərəfə. Mən bütün Azərbaycanın ən yeni tarixi ilə bağlı Marka Film Production kanalımı vərəqləyib baxa bilərsiniz. Orada bir çox faktlar, heç kimin heç vaxt yəni bilmədiyi faktları araşdırıb bizə çıxarmışam. İndi sizə sual verirəm, Qurban bəy. İskəndər Həmidov kimi residivisti, cinayətkarı, bunu nəyə görə deyirəm? Çünki o adam aktyor olmayıb, o adam ölkənin Daxili İşlər Naziri olub və onun törətdiyi cinayətləri onun sağlığında sübut elədim. Şahağaclı qətliamı. Şahağacında İskəndər Həmidovun əmri ilə bir ailənin olduğu evi mühasirəyə alıb, soyğunçuluq məqsədi ilə onun evini qumbaratanla vurub, 12 yaşında övladını, Sadığı, xanımını və bir nəfər qonağı İran vətəndaşını və bir də həmin o kişini, Gülağı idi adı, səhv eləmirəm, indi yadımdan çıxıb, 4 adamın qətlinə fərman verib və həmin o cinayət işini araşdıran müstəntiq mənim kanalımda, mənim efirimdə demək, rayon prokurorluğunun baş müstəntiq olmuş şəxs qoşuldu, faktla, sübutla hər şey sübut elədi ki, İskəndər Həmidov prokurorluğa gəldi, 28 evdə axtarış aparmaq üçün sanksiya istədi. Və prokuror etiraz elədi ki, nətər olursan birdən-birə 28 evdə sanksiya istəyirsən axtarış aparmaq üçün. Hər hansısa bir operativ məlumat varmı bu adamların hər hansısa bir qeyri-qanuni fəaliyyət haqqında? Və 28 evə basqın eləyib soyğunçuluqla məşğul oldu. Qurtuluş Batalyonunun komandiri Ələmşah rəhmətliyi qeyri-qanuni həbs eləyib bütün onun döyüşçülərini. Çünki Ələmşah ermənilərə qarşı vuruşurdu. Yadınıza gəlir kimdir Ələmşah rəhmətli? O Milli Məclisdə Yaqub Məmmədovla danışanda deyir, mən qanmaz adamam, mən savadsız bir adamam. Yaqub Məmmədov da dediyi, biz böyük oyunu kiçik peşkalarıq. Bax, həmin o kişini həbs eləyib, Ələmşah rəhmətliyin əskərlərini yəni təzyiq edirdilər ki, təhdid edirdilər ki, əgər Ələmşaha qarşı siz ifadə verməsəz, siz hamınız burada təcavüz olunacaq da sizə. Yəni, özünüz bilirsiniz hansı formatdan gedir söhbət. Və
Bərdədə Şagan Vaqan qardaşları var idi. O qardaşların da evini qumbara atanla bilirsiniz nəyə görə? Şərab zavodunu İskəndər Həmidov öz tayfası ilə basıb yeyirdilər. Və onlara Şagan Vaqan qardaşları mane olduğuna görə Bərdə batalyonun komandiri bəli. Demək, adlarını da çəkmirəm, o rəhmətliklər kimi şillə ilə vurmuşdular. Həmin onları getdilər, həmin onların da evin qrantamyotla vurub dağıtdılar. Həmin o qardaşlardan birini yaralı vəziyyətdə Bakıya gətirirlər. Yolda maşını saxlayıb, maşından yerə atıb, yerdə güllələyib öldürdülər, qətlə yetirdilər. Və həmin adamın meydini ailəsinə belə vermirdilər. Həmin İskəndər Həmidov, bax sizin bax bu allı güllü demokrat dediyiniz silahla, çevrilişlə hakimiyyətə gəlmiş dələduzlar, küçü uşaqları. Demək, həmin İskəndər Həmidov ASTV-nin canlı efirinə girib jurnalisti və Mübariz Qurbanov, hal-hazırki yapısı və eyni zamanda həmin studiyada olan aparıcı indi Avropaya gəlib sırf bomba oğlan olub, Çingiz Sultansoy aparıcı idi. Orada girdi söyüşlə, təhqirlə, hər cür tərbiyə dövlət telekanalında. Və həmin bu İskəndər Həmidov Azərbaycanda ilk dəfə bütün qeyri-qanuni, bütün əxlaqa zidd olan hərəkətləri eləmiş adamdır. Həmin İskəndər Həmidov Zərdüşt Əlizadəni ofisində gedib, vəhşicəsinə döyüb, bagajnikə basıb aparırıq, bu söhbəti eləyən adamdır. Həmin İskəndər Həmidov sizin allı güllü qəhrəmanınız, o boz çaqqalınız. Demək, Rauf Mirqədirov hansı ki hal-hazırda, yəni hamımızın tanıdığımız jurnalistdir. Rauf Mirqədirov da həmin o döyülən zümrənin içində olmuşdu. Və bundan əlavə gəlib mətbuat konferansında deyirdi ki, öldürəcəm, vuracam, nə bilim filan kəsi öldürəcək, bozqurtlar onu özlərinə götürəcək. İndi sizə sual verirəm. Əcəba, Cabir İmanovun cinayəti sizin cinayətkar residivist xarici daxili işlər naziriniz İskəndər Həmidovun cinayətindən çoxdur. O adam ömürlük həbsdə olmalı idi və mən bu şeylərin hamısını onun sağlığında eləmişəm. Və dəfələrlə mənim məşqçim mənim trenerim 1-ci Qarabağ müharibəsini şərəflə keçib, kəşfiyyat bölüyünün komandiri olub. Və mənim trenerimə dəfələrlə yalvarırdı ki, qadan alım, nə olar, Laçına denən mənlə 10 dəqiqə danışdım. Bax, həmin bu İskəndər Həmidov. Mən dedim ki, müəllim, master, mən ona master deyirəm həmişə. Dedim, master, o uşaq qatilidir, o residivistdir, o cinayətkardır. Mən cinayətkarlarla heç bir halda, heç bir diyaloqum, söhbətim ola bilməz. Tək bir halda mən onunla danışa bilərəm. Canlı efirimə qoşulsun, xalqın qarşısında suallarıma cavab versin. Tək bu halda. Yenə də yalvardı, yenə də. Bəlkə də Allah hazır getməsin, o ölməyəcəkdi. Onun ürəyi mən patlatdım, öldürdüm. Çünki maskasını cırdım, onun səhifəsində də 3-cü şəxs adından yazmışdı ki, ay nə bilim, Bakatinin əlim belə elədi, elə elədi. Yazdım, ha, uşaq qatili, Teksun kimi özünü tərifləmə, sən cinayətkarsan, sən cavab verməlisən. Şahağazlı qətliamı faciəsi mənim kanalımda zəhmət olmasa keçib 4-5 il bundan əvvəlki, 6 il bundan əvvəlki araşdırmalarda onlara baxın. İndi isə sizə sual verirəm. Kimin günahı daha çoxdur? Yəni, əgər siz deyən kimidirsə, doğrudan da Cabir İmanov o işgəncə döyülmələrdə iştirak edibsə, sizə sual verirəm. İskəndər Həmidovun elədiyi qəddarlığın 5%-ni yox, 1%-ni Cabir müəllim eləmişdi, eləməmişdi. Yəni, indi bu nə deməkdir? İndi düşmüsünüz ortalığa ki, rəhmət düşmür. Siz kimsiniz axı Allah talanın yerinə qərar verərsiniz? Yəni, hətta kiminsə müsəlman olub olmadığını belə ona bəndə deyə bilməz. Yəni bu söhbət şəriətdən, imandan, İslamdan gedirsə, bu Quranı mən oxumuşam da, neçə dəfə oxumuşam. Hani o kitab burada yoxdur, Kindle Touch. O Kindle Touch'umda da var idi da, yəni elektron kitab. Yəni bu Quranda sizin danışdığınız bu sərsəmləmənin heç biri yoxdur Quranda. Quranı mən türk dilində oxumuşam, Azərbaycan dilində, bir də Poroxovanın tərcüməsini. Yəni Quranın mənasının tərcüməsidir. O, yəni biz bədbəxt milləti ki, Allahla xarici dildə danışırıq da. Yəni ərəb dilini bilməyə, yəni biz ondan ərəb dilində danışırıq. Bu da mənim üçün bir sualdır. Və bu yaxınlarda Avropada yaşayan bir şəxslə rastlaşdıq. Suallar verdi mənə. Dedim, yaxşı, gəl, oturduq, ona hər tərəfli hər şeyi 9 formatında izah elədim. İndi qayıdıram Qurban Məmmədovun başqa bir məsələsinə. Rastakaya Piyanka, mən onda hər şey haqqında danışacağam. Yenə də deyirəm,
Kim əgər bu dəqiqə əlaqəsi varsa, Qurban bəyə yazın, qoşulsun və bu efirimdə üz-üzə söhbət eləyək. Demək, mən Qurban Məmmədov 2019-cu ildə bu AXCP Müsavat Twiksinin bunların bütün cinayətlərin ifşa eləyəndə Qurban Məmmədovla bizim konfliktimiz düşəndə demək, Qoşdu kanalına kimi Vidadi İskəndərlini, o qətlə yetirilən Vidadi İskəndərlini və mənim izləyicilərim xatırlayırlarsa, bu söyüş blogerlərdə bu söyüş ritorikası başlayanda mən bir neçə dəfə bu məsələni qeyd eləmişdim ki, əzizlərim, yəni bir var, insanlar var ki, məsələn, onlar müəyyən bir qüvvələrlə əlaqəyə girirlər, pul alırlar, pul verirlər, nə bilim, nəyinsə müqabilində danışırlar. Bir də elə bir adamlar var ki, bunları türklər demişən kullanırlar da istifadə edirlər. Mən bu sözü demişdim 6 il bundan qabaq. Ən azı 6 il bundan qabaq ki, bax o blogerlərin də sonu bax görəcəksiniz. Eynən Kurtlar Vadisində Muro, Çəto, Məto, bax onların taleyi kimi olacaq da. Yəni Kurtlar Vadisinə çətin ağlım kəsir ki, baxmayan bir adam olsun. Nətər oldu? Vidadi İskəndərli faciəli şəkildə qətlə yetirildi və mən Allahdan ona rəhmət diləyirəm. Yəni bəziləri kimi demirəm. İndi nəyə görə Vidadi İskəndərlini xatırladım burada? Kimsə deyəsən qoşulmaq istəyir. Cəlal Məhərrəmov, buyursun. Qurban Məmmədov, Vidadi İskəndərli haqqında nəyə görə danışmaq istədim? Həmin ərəfədə Qurban Məmmədov Vidadi Əskəndərin efirinə qoşdu kanalda belə bir söhbət elədilər ki, Laçın Məmişov, Cəlal qardaşım, bircə dəqiqə mən sözümü yekunlaşdırım, xoş gəlmişsən, sonra söz sənindir. Laçın Məmişov ona görə Elçibəyə qarşı belə qərəzlidir ki, demək, atası Laçının KKB işçisi olub, yoxsa KKB agenti olub, yoxsa KKB-nin sədri olub və Əbülfəz Elçibəy onu işdən çıxardıb. Birincisi, mənim dədəm, mən hər yerdə fəxrlə deyirəm ki, mən Ağa Məmşovun oğluyam. Çünki mən elə bir kişinin oğluyam ki, o mənim üçün qəhrəmanımdır. Mənim dədəm həmin ərəfətə rəhmətə getmişdi. Yəni, dünyada olmayan, bu dünyada olmayan mənə görə dədəm haqqında durub böhtan danışmışdılar. İkincisi, yəni, nahaq dezinformasiya yaymışdılar və Qurban Məmmədov durub deyirdi ki, mənim atam Cəlal kişi belə kasıbçılıqla yaşayıb, elə kasıbçılıqla, bəli, biz kasıbçılıqla yaşamamışıq. Allaha çox şükürlər olsun ki, yəni 30 ildə bundan sonra kabab yeməsə, üstümüzdən kababın iyi getməyəcək. Yəni belə-belə söhbətlər elədi, haqqıma girdi və mənim də belə bir xasiyyətim var. Mən heç vaxt internet üzərindən, yəni onlayn formatda heç kiminlə haqq hesab çürütmürəm. Kimsə mənə böhtan danışa bilər, kimsə mənə təhqir yaza bilər, kimsə nəsə eləyə bilər. Deyirəm, okey, oldu. Oldu. Amma sən mənim GPS-imdəsən da, səni hardasa gözləmədiyin yerdə rastlaşacaq səndən. Və günlərin bir günü, təxminən bir il yarım bundan qabaq idi, yoxsa 2 il bundan qabaq da Vidadi İskəndərli qətlə yetirilməmişdən. Berin şəhərinin mərkəzində elə Herşengraben deyilən yerdə keçəndə bir də baxdım ki, dayanıqlarda Vidadi İskəndərli Zəki kişi var. İsveçrədə yaşayır. Bundan bir yerdə ikisi dayanıb. Yaxınlaşdım, bax, Zəki kişi Allah şahididir. Bu yaxınlarda da rastlaşdıq. Yəni, bir kəlmə o yan bu yan deyirəmsə, qoşulub da deyə bilər, şərh bölümündə də yaza bilər ki, nə var onu deyirəm. Yaxınlaşdıq belə, əl-ələ görüşdük. Dedim, salam aleykum. Vidadi bəylə əl-ələ görüşəndə belə qaçıyor, əlimi niyə sıxırsan? Dedim, valla Vidadi bəy, mən ərzə sıxmıram. Mən adətən kişilərin hamısı ilə belə görüşürəm də, yəni normal. Baxın, necə var, step by stepdə hamısının olduğu kimi danışıram. Sonra Zəki kişi ilə də görüşdük, salamlaşdıq. Dedim, gəlin sizə elə bir qəhv içməyə dəvət edirəm. Elə yaxşı rastlaşdıq Vidadi beylə. Mən səndən işim var idi kakras. Gəldik, oturduq, oturanda dedim, nə içəcəksiniz? Də mən dəvət eləmişəm sizi. Zəki kişi dedi, cappuccino. Vidadi bəy dedi ki, olar mən pivə sifariş edeyim. Dedim, problemdir. Qız gəldi, dedim, bəs bir dənə pivə, bir cappuccino, bir dənə americano. Gəldi belə filan. Biraz oradan buradan söhbət. Yəni, bütün hamısını danışmayacağım da sizə. Dedim, Vidadi bəy, yaxşı, bunları bildiyi, bunları danışdıq elədik. Zəhmət olmasa mənim bir sualıma cavab ver. Sən mənim rəhmətə getmiş dədəm haqqında bu dezinformasiyanı kanalda yayımsan.
Və bundan sonra gəndə bir kəlmədə mən səndən eşitməmişəm ki, deyəsən ki, belə olmadı, el oldu. Dedim, indi bax, bilmək istəyirəm ki, sənin fikrin nədir? Atam haqqında danışdığım böhtandır. Və mənim də haqqımda danışdığım böhtandır. Belə sakit, konfliktsiz filansız. Dedim bir də ki, mən bu dəyərlərimizə, adət-ənənələrimizə baxmayaraq ki, mən çoxdan da Azərbaycandan uzaqda yaşayıram, amma yəni yaşda məndən böyüksən da, indi sən ağsaqqallıq eləyən vaxtındır. İndi Allah rızası özün denən, özünü qoy mənim yerimə. Sən mənim şah kimi dədəm haqqında belə bir informasiyanı yayırsan ora, bura filan. Bəs buna nə ad vermək olar? Bax, Zəki Allah şahididir. Dedi, qardaş, mənə yanlış informasiya veriblər. Mən o kişinin ruhu qarşısında üzr istəyirəm. Dedim, tamamdır. Bu məsələ burada bağlandı. Dedi, yox, mən o kişinin dedimsə, bu məsələ bağlandı, unutduq. Elə bir ki, belə bir söhbət olmayıb. İndi Allah bəndə hə, olar dedi bir dənə də pivə, birdən də ikinci bir pivə gəldi. Yəni birincini içib qurtarmamış. Artıq biraz gördüm, yəni da biraz təsir eləyib pivə buna. Görünür əvvəldən də Allah rəhmət eləsin. İndi o haq dünyada, biz haq dünyada. Sonra mənə sual verdi ki, bəs sən Surət Hüseynovu niyə müdafiə edirsən? Dedim, mən heç kimi müdafiə eləmirəm. Sadəcə, demək, hər bir kəsin cavab haqqı var. Hər bir kəsin cavab haqqı var. Və Surət Hüseynov haqqında 30 il bütün Azərbaycanın jurnalistikasının dostlar 95%-i üzdəniraq adamlardan ibarətdir. 95%-i. Yəni, mən rəhmətli Surət Hüseynovla həyatda bircə dəfə də olsun görüşməmişəm. Ancaq o adamla Skype-la, WhatsApp-la, illərlə, sutkalarla danışmışam. Nəyə görə? Çünki mən ən yeni tariximizin araşdırmacısıyam. Və eyni zamanda rəhmətli Əlişan Hümbətovla da mən dəfələrlə görüşmüşəm. Çünki ondan da müsahibə olmaq istəyirdim ki, qoy bu video salnaməmizdə bu olsun. Yəni o razılıq vermədi, dedi eləyərik inşallah, ömür vəfa vermədi, yəni o da getdi indi haq dünyada, Allah ona da rəhmət eləsin. Dedim, mən Surət Hüseynovu müdafiə eləmirəm. Sadəcə, bu günə kimi dedim, bütün Azərbaycanın, yəni da özünə demokrat deyən mətbuatı Surət Hüseynov haqqında ağızlarına gələni yazıblar. Özə böyük əksəriyyəti gedib Surət Hüseynovla görüşüblər. Rəhmətli bunu adı ilə, məbləği ilə, yeri ilə hamısını danışıb. Surət müəllim, qəzetimizin tirajı problemi var, 5.000. Kanalımızın problemi var, 10.000, 15.000, 20.000. Mən də Surət Hüseynovdan birinci dəfə Skype-da söhbət eləyəndə onun haqqında Allah közə danışacağım. Ona bir kəlmə bunu dedim ki, dedim Surət müəllim, xahiş edirəm, məni başqa jurnalistlərlə qarışdırmayın. Dedim, düzgün başa düşün, bunu deməliyəm ancaq. Çünki mən dedim, sizə başqalar kimi, bankomat kimi baxmıram. Mən ancaq istəyirəm ki, siz hər şeyi xronoloji ardıcıllıqla danışasınız. Mən də siz üçün o başqalarından fərqli olaraq o şərait yaradıram. Demək, bu adamlar gedib Surət Hüseynovla Türkiyədə görüşürlər. Yalvar yaxar eləyirlər. O da ki, ürəyi yumşaq adam. Çıxardır, pul verir bunlara. Bunlar Bakıya gəlib satan kimi Pənah Hüseyin bunların qəzetində, bunların proqramında və yaxud başqa bir çəkişbəy deyirlər ki, Surət Hüseynov Rusiyanın agentidir. Dedim, mən onlara görə, mən bu kişiyə şərait yaratdım və mən bunu bugünkü nəsil üçün yox. Mən bu 4 hissədən yox, 5-6 hissədən ibarət müsahibəmiz var idi Surət Hüseynovla. Yəni, həmin ərəfədə, yəni bizim ölkəmiz üçün zərərli olar deyib 2 hissəsini dərc eləmədik. Bunu yəni bizim usqu qurğumuzda olan bir çox insanlar bilirlər. Nəyə görə onu da bilirlər. Dərc eləmədik. Surət Hüseynovun özü ilə razılaşdıq. Dedim, Surət müəllim, bugünkü gün bu bizim üçün zərərli ola bilər də. Mən dedim, başa düşürəm sizi. O da ki, alasın oldu. Yəni mən dedim, bu adama şərait yaratdım ki, bu adam bütün baş verənləri danışsın və mən onu ona görə eləmişəm ki, gələcəkdə, yəni vaxt olacaq, biz də həyatda olmayacaq da, Süleymana qalmayan dünyadır. Gələcək nəsillər 93-cü ildə, 92-ci ildə, 95-ci ildə Azərbaycanda nə baş verdiyini bilmək istəyəndə, onda həmin o kişinin öz dilindən danışdığı müsahibələrə baxıb, İnsanlar qoy özləri nəticə çıxarsınlar. Mən bunu eləmişəm. Bu başladı, nə bilim, başqaları da haqqında danışmağa, söyüşlə dedim, xahiş edirəm bir dəqiqə.
mənim yanımda dedim, xahiş edirəm, heç kimin ailəsi, uşağı, özü haqqında xahiş edirəm təhqirlə danışma. Çünki mən bu şeyi qəbul edə bilmirəm də. Kiminsə ailəsinə, kiminsə qadınına, kiminsə nə bilim yoldaşına və yaxud özünə sözüm varsa, mən Surət Hüseynovu belə eləyərəm, elə eləyərəm. Dedim, qardaş, Surət Hüseynov hal-hazırda bildiyim qədər Türkiyədədir. Otur təyyarəyə get, çək tapancanın üstünə güllələ. Onda mən sənə deyərəm ki, halal olsun. Yəni söhbətimiz belə. Dedim, belə də ki, mənə dedim, nə şey elirsən? Surət Hüseynova milli qəhrəmanı verib sənin sevimli prezidentin Elçi bəy. Qarabağ üzrə səlahiyyətli nümayəndə təyin eləyib sənin sevimli prezidentin Elçi bəy. Yaxşı, siz bunu bu tərəfdən qəhrəman elan elədiniz, o bir tərəfdən vətən xaini. O misal var, deyir, Батюшка deyir, keşişə deyirlər, va определитесь, либо трусы наденьте, либо крестик снимите. Yəni dedim, bu mənə deyil. Sonra baxdım, gördüm ki, biraz artıq səs-küy çox yüksək səslə danışır. Yəni adamın başa düşürəm də, durumunu başa düşürəm. Dedim, ki, sakit indi. Yaxşı dördə cəmaat baxır eləyir. Nəysə, Zəki kişi Allah şahididir. Bu yaxınlarda dedi Zəki kişi ilə rastlaşanda. Dedim, yadıma gəlir. Dedi, hə. Dedim, mən gördüm ki, yəni öz alicanablığımı qorudum, saxladım. Yəni yaşlı adamdır da, yəni yaşlı adamdır, nə bilim, əsəbidir, nədir. Bir də ki, yaraşmaz da mənə durub bu adamdan başqa söhbət edeyim də. Yəni hər halda hərə öz qızdırmasını yaxşı bilir. Bu belə. İndi keçirəm başqa bir məsələyə. Mənimlə bağlı bu günə kimi çox adamlar böhtan yazıblar, şər yazıblar, nə bilim, dezinformasiya tirajlayıblar. Bəziləri mənlə bağlı, yəni o adamların həyatı boyu kişiliyi çata bilməsi üçün üz-üzə mənə gəlib, üz-üzə mənə o təhqirlərini desinlər. Və buradan mən bəyan eləmək istəyirəm, bunu hər kəs bilsin. Nə də məni bir şərəfsiz qınaya bilməz. Bundan sonra dünyanın hansı nöqtəsində olursa olsun, mənim ünvanıma təhqir, böhtan, iftira kim yazacaqsa, o adamlarla bağlı bütün birinci növbədə hüquqi tədbirləri görəcəm. Yəni, ağıllarına gəlməyəcək tədbiri. Yəni, vaxtında mən bunu Lülüş İsa Qəmbərə deyəndə, Arif Bariqə Arif Hacılıya deyəndə, Yoldaş Kamilov Müsavatın Avropa Koordinasiya Mərkəzinin rəhbərinə deyəndə, Müsavatın bəzi üzvlərinə deyəndə ki, ağıllı olun, yığışdırın bu insanal verin. Onlar baxmadılar mənə. Amma günlərin bir gününə baş verdi. Evropolla birlikdə Almaniya Bundespolisayı, yəni Almaniyanın elə bilin ki, DTX-sı 10 şəhərdə bir gecənin içində əməliyyat keçirtdi, bütün evlərə basqın elədi, axtarışlar apardı, nə qədər adam həbs elədi. Nəyə görə? Çünki mən özüm öz gücümü bilirəm. Mən bu adamlara demişdim ki, ya tövbə eləyəcəksiniz, ya da sizi siqaret qutusu kimi əzib, pullayacam zibil qabına və gördüyünüz kimi onu da elədim. Müsavat adında kolxoz artıq yoxdur. Və eyni zamanda eyni şeyi Ölü Kərimliyə də dedim. Gördüm, başa düşmür. Onda şəxsən özünə zəng elədim. Ağzıma gələni özünə dedim. Dedim, sənin trolların məni bugün təhqir eləyirlər də, mənim ailəmə, uşağıma, atama, anama. Elə eləmə ki, dedim, gedim Londondan, sənin ailövün yanından sənə video zəng eləyim. Yığışdır bu trolları bu. Məni kiminəsə, mənim bu dünyada gözümü qorxudacaq heç nə yoxdur. Qorxacağım hər şeyi mən gördüm, yaşadım bu həyatda. Ondan sonra o da yığışdırdı. Və indi buradan bəyan edirəm, kimliyindən asılı olmayaraq, mənlə bağlı, mənə şəxsən, mənim şərəf və ləyaqətimə alçaldan söyüşlə danışacaqsa, öz tərbiyəsinə o zaman otursun, gözləsin. Nəticələri yaxşı olmayacaq. Birinci növbədə hüquqi tədbirlər olacaq. Birinci növbədə. Sonrasına isə baxacaq, qərar verəcək. Yəni, bugün Cabir İmanovla bağlı bu məsələni mən nəyə görə bu cür fokuslandım? Çünki mən bugün başa düşürəm ki, Tahir İmanov və eyni şey mənim haqqımda da, eyni böhtanı mənim haqqımda da demişdilər ki, mən adam döymüşəm, mən mitingçiləri döymüşəm, mən işgəncə vermişəm. Yəni, mən elə bir adamam ki, mən yəni, diqqətdən kənara qala bilmərəm da. Mən orada olsaydım 100% məni kimsə tanıyardı da, görərdi. Bu bir. İkincisi,
Tahir müəllim, mən bu gün onu başa düşürəm. Əziz qardaşını itirib tək qalıb. Və mən həmişə bütün bu ütülərin içindən tək keçmişəm. Yəni, özünə sırf bomba olan deyənlərin heç biri gəlib yanımda. Düzdür, mənim dostlarım, qardaşlarım var. O qardaşlarım ayrı-ayrı ölkədə yaşayırıq da biz onlarla. Yəni, onların fiziki olaraq imkanı olmayıb ki, gəlib mənim yanımda dursunlar, məni müdafiə eləsinlər. Amma özünə sırf bomba olan deyib, nə bilim, demokratiya uğrunda vuruşuruq deyən adamların böyük hamısını dilləri ilə əməlləri qarşısında raznaqlasiya görmüşəm. Və bu Azərbaycanın ictimai siyasi sektorunda mənim tanımadığım, dabaqda gönlünə bələd olmadığım adam yoxdur. Və bu günə kimi də, bu neçə ildə bir adam məndən kəllələr, mən heç kimlə işim yoxdur. Hər kəsin Allah şinavand eləsin, Allah var eləsin, Allah canlarını sağ eləsin. Gedin işinizlə, gücünüzlə məşğul olun. Mənə, mənim dəyərlərimə, ölkəmin dəyərlərinə toxunmayın. Onlara toxunduzsa, onda tezliklə sizə mən salam aleykum eləyəcəm. Bunu bilin. Nə də bir də təkrar edirəm. Mənim dəfələrlə, yəni çıxışlarımı, postlarımı Almaniya polisinə, Koblenz polisinə, İsveçrə prokurorluğuna, yəni kontekstdən çıxardıb təqdim eləyiblər. Mənə qarşı cinayət işi qaldırmaq istəyiblər. Amma mən öz haqqımı bildiyim üçün, hüququmu bildiyim üçün heç bir şey eləyə bilməyiblər. Mən günahsızlığımı sübut eləmişəm. Dəfələrlə. Və bunu ona görə vurğulayıram ki, mən qeyri-qanuni heç bir çağırış eləmirəm. Sadəcə qanunun aliliyinə istinad eləyərək onu demək istəyirəm ki, mənimlə bağlı kimsə ağlını birdən itirsə, çaşsa, təhqir, ağlına öz tərbiyəsində nəsə danışsa eləsə, vallahi, billahi, bax, bu vaxtın sahibi haqqı çox pis olacaq. Mən bütün imkanlarımdan istifadə eləyəcəm. O, Don Corleone der, используя всю свою силу власть, həyatınızı, yəni, qorxulu bir filmə döndərə bilərəm. Və bu gün mən Avropada oturub haqqın yanındayam. Mən özümə əminəm. Birinci növbədə mən özümü tanıyıram. Kimsə, yəni, bu dəyərlərə toxuna bilməz. Və mən bu gün özümə borc bildim. Çünki bir neçə gün bundan qabaq post yazmışdım və həmin postda söz vermişdim və mən sözümün sahibiyəm. Gördüyünüz kimi bu gün də efirdəyəm. Və yenə də deyirəm, kiminsə sözü varsa, qoşulmaq istəyirsə, əlavəsi varsa, təklifi varsa, mənə qarşı tənqidi varsa, buyurun, welcome, açıqdır. Mənlə bağlı kompromatınız varsa, o da buyurun, açıqdır. Çıxardın, qoyun ortalığa, özüm paylaşım. Yəni, haqq hesabı düz olanın hesabdan heç bir qorxusu yoxdur. Bu dünyada, yenə deyirəm, bu yaxınlarda mən post yazmışdım ki, mən həmişə deyirdim ki, bu dünyada gözünün içinə baxmağa utandığım, mən elə həmişə elə fikirləşirdim ki, anamdan başqa kimsə yoxdur. Çünki anam mənə görə çox narahatçılıq keçirdib, çox həyəcan keçirdib, çox ağlayıb. Amma indi başa düşürəm ki, eyni zamanda bizim şəhid anaları, şəhid balaları, şəhid xanımları, şəhid övladları və onların da mən gözünün içinə baxmağa utanıram. Çünki onlar bizə görə öz həyatlarını bu vətənə qurban verib gediblər. Amma o Bəxt Üzüyü filmində deyir, Moşu deyir, sən niyə görə, Moşu yox edir, veteran dayı, sən ayaqlarını niyə görə deyir, qurban verdin, ona görə ki, Moşu giz-giz şeylərin yazsın, Rasım oğurluğun eləsin. İndi sual yaranır. Axı bu nə ritorikadır siz eləyirsiniz? Dinəndə qanunun aliyindən, nə bilim, beynəlxalq hüquqdan, Avropa dəyərlərindən, insaniyyətlikdən, dindən, şəriətdən, imandan, nə bilim, nələrdən danışmırsınız. Amma bir dənə Cabir İmanovun eləmişsiniz, yəni bütün ölkənin bəlalarının güya ki baiskarı. Mən sizə sual verirəm. Sizin qəhrəmanınız dezertir. Dezertir özdə mən deyəndə dezertir Əbülfəz Əliyev, Əbülfəz Elçibəydən gedir söhbət. Götürüb çəpişbəylər o qədər tupoydular ki, yazırlar ki, təhqir eləyirsən. Dezertir Fərrari deməkdir. Döyüş meydanından müharibə şəraitində qaçmış, bu hüquqi bir termindir.
və sizin dezertir Ali Boş komandanızdan fərqli olaraq Cabir İmanov Qurana, konstitusiyaya əlim basıb and içmişdi ki, bu Azərbaycan xalqına sədaqətlə xidmət eləyəcək, Azərbaycan Respublikasının konstitusiyanı qoruyacaq və Surət Hüseynovun tankının tırıltısını eşidən kimi qasdı getdi Kələkiyə, oradan tutovka araq vurub, deyirdi ki, mən ölkəni buradan idarə eləyəcəm. Cabir İmanov sıradan bir aktyorlardan biri idi. Bu qədər minlərlə Azərbaycanın əməkdar artistlərindən biri idi. Yəni, bu gün oxuyuram ki, indi yeni bir tema çıxıb ki, Cabir İmanov Vəhabi idi. Sən Allah bu sözdür. Və sizə axı kim ixtiyar verib insanların alt paltarına kimi sorğulayasınız? Vəhabi idi, Bəhai idi, Rafizi idi, Həmbəri idi, Şiyə idi, Sünni idi, Bektaşi idi. Bax, siz kimsiniz da? Bax, sizə sual verirəm. Laf tutalım Vəhabi idi. Azərbaycanda Vəhabilər yoxdur, Sələfilər yoxdur. Vəhabi idi, lap yaxşı Vəhabi idi. Mənim rəhmətli dayım, Allah rəhmət eləsin, məkanı cənnət olsun. İbadətə başlamamışdan katastrof adam idi da, yəni içki içən kimi dünyanı dağıdırdı. Sonra ibadətə başladı, oldu Sələfi. Dedim ki, sən içəydin, Allah rəhmət eləsin, məkanı cənnət olsun. Yəni o da ürəyi dayandı, qəfildən rəhmətə getdi, cavan rəhmətə getdi. İndi mən durmalıyam, neynəməliyəm ki, dayım Sələfi idi, ya Vəhabidir, nə bilim də, mən onlardan çox dərinliyinə getmək istəmirəm. Bu təriqətə ibadət eləyirdi. Niyə? Bax, bunun sizə nə hissi soğu, nə girib çıxanı var, üzr istəyirəm bu ifadəmə görə, ki, Vəhabi idi. Yəni, bu tərbiyəsizliyi siz eləyib və sonra da durub əxlaqi dəyərlərdən danışmaq istəyirsiniz və sonra da durub istəyirsiniz ki, yəni, siz nə bilim, belə ideal bir cəmiyyətdə yaşayasınız da. İdeal cəmiyyət belə olmur. Əxlaqlı, tərbiyəli cəmiyyət belə olmur. Heç kimin ixtiyarı yoxdur ki, kiminsə şəxsi həyatını müzakirə eləsin. Mən bu qədər, bu məsələ ilə bağlı neçə dəfə çağırış eləmişəm də bu son günlərdə, baxıb görürəm ki, yəni bir adam bunu paylaşmır. Amma sizi əmin edirəm, mənim bir dənə intim görüntüm olsa, onu bütün Azərbaycanın bu Facebook'dakı o divan qəhrəmanları var, divan Nigeroyu, hamısı tirajlayacaqlar WhatsApp storylərində, Instagramda, TikTok'da, hər yanda. O gün istədim bir post yazım ki, bəlkə belə eləyər, Meksikan sevgilimi çağırım, ondan 4K bir qəşəng erotik film seçim qoyun, bəlkə ondan sonra başlayasınız paylaşmağa. Yəni, hər bir adamın baxdığı, izlədiyi, oxuduğu, ədəbiyyat, film, nə olursa olsun, paylaşdığı postlar onun indikatorudur, onun əxlaqının, onun intellektinin səviyyəsidir. Onun göstəricisidir. Yəni, bugünkü gün durub yüksək dəyərlərdən danışırsınız. Nə vaxt baxıram Facebook'da, nə bilim, bu kartofelini jurnalistlər, nə bilim, başqaları götürürlər, nə bilim, ay filan kitab oxudum, nə bilim, Cənubi Amerika ədəbiyyatını belə oxudum, nə bilim, kimi oxudum, nəyi oxudum. Siz o qədər o dediyiniz kitabları oxumuşsunuzsa, siz niyə bu qədər geri zəkalısınız? Və yaxud, hansı birinə baxırsan, kitab rəfinin qarşısında oturublar, kitabxananın önündə oturub danışırlar da, orada da cildlər var ki, hansı ki, arası açılmayıb ki, yəni, hamı görsün ki, bu çox ağıllı adamdır. Kindle Touch, 15 GB. Bunun içində bir dənə böyük kitabxana var. Hal-hazırda İsveçrənin konstitusiyasını oxuyuram alman dilində. Və istənilən xarici dildə oxuyursansa, məsələn, ingiliscə Ələvənin onu yenidən oxudum. O sözün üstünə barmağı basıb saxlayırsan, seçdiyin rus dilində, türk dilində hansı dildən istifadə edirsənsə, tərcüməsini və Wikipediyasını göstərir. Bu sizin qabağında force elədiyiniz kitabxanadır. Və bu mənim cibimdə olur həmişə. Səyahətə çıxanda, səfər eləyəndə, boş vaxtım olanda açıb oxuyuram. Yuxudan əvvəl açıb oxuyuram. Nə bilim, nə vaxtım oldu, mənə yaxşı olanda oxuyuram, pis olanda oxuyuram. Çünki bilirsiniz nəyə görə? Kitab oxuduqca insanın beyni açılır, dünya görüşü açılır, yeni şeylər öyrənir.
Amma siz doğrudan da o şəklini paylaşdığınız kitabları doğrudan da oxumusunuzsa, siz niyə bu qədər aşağılısınız? Sizin niyə bu intellektual səviyyəniz plintusdan aşağıdır? Siz nəyə görə ölkənin vətənpərvəri durub deyən adamlar, siz nəyə görə ümummilli maraqlarımız olan heç bir şeyə dəstək olmursunuz, heç bir təklifə dəstək olmursunuz? Məsələn, mən o gün post yazdım ki, İlhamiyə Rızanı sildim dostluğumdan, Əvəz Zeynallını sildim, Həmid Erissini sildim. Nə bilim, gecə-gündüz sənəti plintusdan aşağı olan Nura Surini sildim. Suri mənim üçün Sevdə Ələkbərzadə ola bilməz. Sevdə Ələkbərzadə sənətkardır, amma Nura Surinin sənəti yoxdur kişinin. Oturub milləti gecə-gündüz danlayır. Biz xalqa, bu Manıstarın özdə bir xasiyyəti var. Biz xalqa xidmət edirik. Mən sizə sual verirəm. Bu xalqa siz necə xidmət edirsiniz? Yetimlərin gedib hansı bir biz toyunda havayı pul oxuyursunuz? Pulsuz oxuyursunuz. Yəni 5 minə, 10 minə, nə bilim 3 minə gedib pul gör biz nə gün deyik ki, yəni bu adamlara 3 min, 5 min, 10 min, yəni manafa 10 min verən millət nə bilim durub hər hansısa şeydən danışmağa haqqı yoxdur. Da onun uyu yoxmağı var. Ha, onu siz nətər qulaq asırsınız ha? Yəni bu adamları nəyə görə sildim dostluğumdan? Dostlar, xahiş edirəm, heç kim düşünməsin ki, mən özüm bəyənmiş, özümdən razı bir adam. Xeyr. Bir var, həyatda kimlənsə dostluğun olur, sosial şəbəkənin mahiyyəti nədən ibarətdir? Friend list, dost siyahın ki var. Bu ona görə lazımdır ki, yəni bir-birimizin paylaşdığımız postlara qarşılıqlı reaksiya bildirib paylaşmaqda şəbəkə, bunun adı şəbəkədir, yardımçı olaq. Adamlar var orada 10 ildə oturublar Facebookda dostluğumda, özlərin belə də ali irqicə hesab eləyirlər, heç bir şeyə münasibət bildirmirlər. Elə bil ki, bir inək saxlayıram, nə süddiyə yarayır, nə ətdiyə yarayır. Nə inirəm da sizi? Gedin onda xahiş edirəm, məndən uzaq durun. Qaracilədi mahnısında dedi, gedi ayrıda olan Qaracilə. Gedin siz də, sizi kim dəvət edib bura? Allah şirravan diləsin. Və dostluq göndərib, hardasa mindən çox dostluq göndəriblər. Vallahi mən bu adamları baxıb, fikirləşirəm ki, təzə qəbul edəcəyim adamlar da elə belənsiyini olacaqlar da. Yəqin ki, o göndərənlərin də hamısından üzr istəyirəm. İndi fikirləşirəm, həll ola bilsin ki, bu profilimi mən səhifiyyə çevirdim. Çünki istəmirəm mən belə şey görüm. Və xəbər lentində də nə vaxt baxıram, riyakar şeylər, postlar paylaşırsınız. Yəni, bugün bizim ölkəmizdə bu cəmiyyətimiz bu cür pozulur. Pozulur, əxlaqsızlıq, bu əxlaqsızlığın bir növü də budur da. Yəni, insanın cavab vermə haqqı olmayan insanın, özə bu dünyada olmayan insanı yıxıb sürüyürsən. Yaxşı, belə ədalətli adamsansa, o zaman denən ki, İskəndər Həmidova da rəhmət düşmür. Çünki İskəndər Həmidov residivist, qatil, cinayətkar, soyğunçudur. Bunu mən sübut eləmişəm. Sağlığında da efirə çağırmışam, efirdən qaçıb. Belə sırf bomba olansızsa, onda zəhmət olmasa İskəndər Həmidovun da eyni qaydada deyin ki, Allah, özdə siz kimsiz axı siz fikirləşirsiniz ki, Allah rəhmət eləsin ya eləməsin. Elə Allah sizi qədər, yəni gerizəkalıqda oturub gözləyir ki, ha, görüm kim nə yazacaq. Rəhmət buna eləyim yoxsa yox. Yığışdırın bu tərbiyəsizliyi. Və Qurban Məmmədovun bugünkü gün apardığı fəaliyyət, hə, başqa məsələ. O gün paylaşmışam, Teymur Eminbəyli o əxlaqsız bir kişi təkliflə çıxış eləyir, Abid Qafarovla efirdə ki, cəmaatın xanımzadı haqqında danışır. Bu əxlaqla bunlar xalq parlamenti yaradıblar. Və bugünkü gün Qurban Məmmədov konkret Rusiyanın əlini oynayır. Yəni, bunu mən tam əminliklə deyirəm. Krik TV ilə əməkdaşlıq eləyir. Rusiyanın propagandası da, üzr istəyirəm, biraz o başqa cür gəlirdi, nəsə qeyri-etik. Propagandası Azərbaycana qarşı nəyi danışırsa, nəyi eləyirsə, Qurban Məmmədovda həmin dalğa, həmin koordinat. Bunu mən sübut eləyərəm. Boşuna danışmıram, faktlarla sübut eləyərəm. Və ona görə də hər birimizi ədəbə, etik davranışa dəvət eləyirəm, çağırıram. Və yadınızda saxlayın ki, heç bir şey izsiz ötüb getmir. Hər bir hərəkətinə görə hər bir insan
Bu gün də olmasa, bir ay sonra, bir il sonra, ola bilsin 2 il, 3 il sonra cavab verməli olacaq. Mən şəxsən öz məsuliyyətimi həmişə dərk edirəm, öz gücümü bilirəm, nəyə qadirəm onu da bilirəm və heç vaxt da ədalətsiz mövqeyim olmayıb. Nə də olmayacaq Allaha şükür. Çünki mən öz birinci növbədə məni kim necə tanıyır, cəhənnəmə tanısın. Mən özümü tanıyıram, mən dədəmi tanıyıram, mən 15 arxa dönən şəzərəmi tanıyıram. Hər addımımı ailəmin, nəslimin, şəzərəmin adına ona uyğun atıram. Demək istədiyim bu qədər idi, bunlar idi. Mən baxıram ki, nə şərh yazan var, nə reaksiya bildirən var. Bir iki nəfərdən Vəfa xanım çox sağ olun yazdığınız şərhə görə. Allah sizi avan eləsin. Çox xoşdur kimi Kübar xanımı, yəni öz səhifəmdə görmək. Digərləri də, amma biganəlik. Bilirsiniz dostlar, belə bir misal var. Bir gün uşaq deyir ki, ata deyir, hinimizə tülkü girib. Atası da deyir ki, bala o bizim itimizin bir qeyrətliyindən. Yəni bu gün cəmiyyətdə bir ədalətsizlik, haqsız olursa, bu sizin hər birinizin biganəliyindəndir. Yəni bir dənə dılğır şərhi yaza bilməyən adamlar, bir dənə bugünkü gün ictimaiyyətimiz üçün bu böyük bir problemdir. Mən elə hesab edirəm ki, bu cəmiyyətimizdə böyük bir sual altında qoyur ki, bizim cəmiyyətimiz, Azərbaycan cəmiyyəti nə dərəcədə əxlaqi normaları var, əxlaqı var. Əxlaq normalarında problem var, əxlaq problemi var bizim cəmiyyətimizdə. Yəni bu əxlaqsızlıqdır. İnsan o boyda oğlu dünyasını dəyişib, meydi qalıb qabağında, adam bilmir ki, ölüsünün hayına qalsın, dərdini çəksin, yoxsa bu cür ağzını açıb danışanlara. Siz nə dərəcədə, nə bilim, valla mən istəmirəm də bu elədiyiniz hərəkətlərin bir tərifini verim, təsnifatlarını sizə danışım. Çünki istəmirəm kiminsə xətrinə dəyim. O demək görə qorxuram, mən heç kimdən qorxmuram. Allahdan belə qorxmuram, mən Allahı sevirəm. Dindarlarla danışıb söhbət edirdim, Allahdan qorxmursan. Dedim, mən Allahdan niyə görə qorxmalıyam? Nə günah edirəm ki, mən Allahdan qorxum? Atondan, anondan qorxursan, Allahı sevmək lazımdır. Mən əminəm ki, Allah məni sevir. Əks halda məni çoxdan öldürmüşdülər. Çoxdan mən yerin altındaydım. Və özünü sırf bomba, mühacir, müxalif hiss eləyənlərə ki, siz kimin mənim qabağımda danışa bilmərsiniz. Kəmaləddin Heydərova qarşı mən Tarana gedəndə Şamaxı Şəhidlər Xiyabanını köçürdüb, yerində otel tikdirmək istəyəndə, heç birinizin kişiliyi çatmadı gəlib mənim yanımda oturasınız. 5-10 adam gəldi. Xəzər gəldi, Samir gəldi, Vidadi qardaşım gəldi. 5-6, 5, 10-15 nəfər adam var idi orada. Aslan İsmailovu dəvət elədim, qorxusundan gəlmədi, kitabını göndərdi mənə. Ölü Kərimini dəvət elədim, özü gəlmədi. Əbülfəz qurbanlığını Raskoda vermək üçün göndərdi ki, birdən daha həbsdə olsa buna görə qoy Əbülfəzi tutsunlar, day da bunun üçün yaxşı da. Növbəti qurban, növbəti manipulyasiya. Niyə biriniz gəlmədiniz? Mən elədiklərimi sizin heç birinizin duxuz çatmayıb eləməyə. Mən tək başına eləmişəm. Sorossuz, Avropa Şurasının yardımsız, filansız. Və günlərin bir gündə ayılıb baxıb görmüşəm ki, hamımızın övladlarımız Avropada təhsil alır. Amerikada təhsil alır, Avropada mülkümüz, hər şeyimiz. Yaxşı, sizə mən bir dənə sual verirəm, dəvələr. Surət Hüseynovla bağlı tənələr yazırsınız bugünkü gündə mənə. Nəyə görə Surət Hüseynovun Avropada, hər dediyiniz adamsa, Avropada mülkü yox idi? Surət Hüseynovun 2 övladı var, heç biri Avropa təhsili almayıb. Amma siz 30 ildir işləmirsiniz və uşaq vaxtıda bir-birinizin paykavoyun oğurluya böyümüsünüz. Yəni, heç biriniz kasıb ailələrdən olmuşsunuz, Surət Hüseynovdan fərqli olaraq. Onun övladları Avropa təhsili yox, onun mülkü yox, onun heç nəyi yox. O, bu dünyadan bütün varını, dövlətini, xalqına qurban verdi, ordu qurdu, ordu yaratdı. Bu dünyadan qara qəpiksiz getdi. O kişi kimi yaşadı, kişi kimi getdi sizdən fərqli olaraq. Amma siz gedib onun qabağında yalvarıb, xahiş edib, ondan pul alıb, 200'lü eləyib Bakıya satan kimi hamımız başladı yazmağa ki, Surət Hüseynov Rusiyanın agentidir. Busuz siz. Yol əhvalatında deyir, belələrlə nə demək olar? Vurmaqatil, soyğunçu.
Dinəndə də demokratiyadan, düzlükdən danışırsınız. Tüpürüm sizin o demokratiyanıza. Mən şəxsən görsəm ki, sizi kimi debillər, Azərbaycanda Allah eləməmiş kimi hakimiyyətə gəlmək imkanı var, mən əlimdən gələn hər şey eləyərəm, sizi bir-bir dənləyərəm ki, biz təzədən o faciələri yaşamayaq. Mən ömrümün ən gözəl çağlarını, məni kimi 100 minlərdən Azərbaycanın gəncləri siz məhv elədiniz. Arzularımızın üstünə gətirdiniz, beton tökdünüz, 700 marka beton. Və mən bugün qürbətdə yaşamamalıydım. Mən bugün Azərbaycanda öz layiq olduğum yerdə, layiq olduğum posta, layiq olduğum pozisiyada olmalıydım. Bu ona görədir ki, sizi kimi şərəfsizlər bugün Azərbaycanın ictimai siyasi sektorunda at oynatmaq istəyirlər. Amma qələt eləyirsiniz. Sizin oynatdığınız kör eşşək ola bilər. Atımı qaldıraram şahə, məhv eləyərəm sizi. Və bizim ziyalı, özünə ziyalı deyən o zümrəmiz, siz də riyakarın, yaltağın yekəsisiz. Belə şeylərdə ağsaqqal deyilən adam, ziyalı deyilən adam, belə məqamlarda öz mövqeyini ortaya qoymalıdır. Siz elə gözləyirsiniz ki, hər hansısa bir tədbir olsun, təsvib həkimi sizi otuzdursunlar yuxarı başda, plovdan, bozbaşdan yeyib, bığınızı yağlayıb, yanağınızı qızardıb, ağıllı-ağıllı sözlər danışarsınız. Niyə dillənmirsiniz? Sizdən soruşuram da, niyə susmusunuz? Niyə qınamırsınız? Niyə ictimai qınaq yoxdur? Niyə bu əxlaqsızlara qarşı mövqeyinizi qoymuşsunuz ortalığa? Çünki qorxaqsınız. Rəhmətli Çingiz Mustafayev demişəm, hamınız da arvadsınız, hamınız da uğraşsınız. Niyə mövqeyinizi qoymuşsunuz ortalığa? Bax, sizə mane olan nədir? Bu ki, siyasi məsələ deyil. Bu mənəvi məsələdir. Milli dəyərlərimizin, yəni tapdanılması, tapdanılır, məhv olunur. Nə vaxt görülmüşdü ki, dünyasını dəyişən adam haqqında durub tərbiyəsizlik eləsinlər? Aç ki, Kərbəlayının məsələsi artıq beynim tormuzlandı, yadıma sala bilmirəm. Arazı otaya keçəndə gəlinini aparıb qan düşmanına əmanət kimi vermişdi, yoxsa qızını. Biz həmin millətin övladıyıq, ki. Nə oldu bu millətə birdən-birə? Nəysə, dostlar, mən öz fikrimi paylaşdım, öz fikrimi dedim. Dəvət elədiyim adamların heç biri gəlmədi. Gəlmədi, canı sıra olsun. Gəlməməyin elə özü böyük bir göstəricidir. Gecəniz xeyrə qalsın və danışığım bu sözlər, fikirlər xoşuna gəlməyən adamlardan xahiş edirəm ki, o Papaq filmində deyir, Mirzə Səfər, götür papağımı get buradan. Xahiş edirəm, götürün papağınızı, kastinkovuzu, nə bilim, nəyiniz varsa, dəf olun gedin mənim səhifəmdən. Mən riyakar, xaraktersiz, heç kimi səhifəmdə görmək istəmirəm. 50% hamilə olmaq mümkündür. Ya 100%, ya 0%. Belə-belə işlər hər birinizin gecəniz xeyrə qalsın və sözümün sonunda yenə də deyirəm. Allahdan Cabir İmanova rəhmət diləyirəm, ailəsinə, yaxınlarına səbir diləyirəm və Allah Azərbaycanımızı qorusun. Və hər kəs bilsin ki, Azərbaycanımızı biz qoruyacaq, qanımız, canımız bahasına əlimizdən nə gəlirsə eləyəcək. Bu məmləkət, bu dövlət sahibsiz deyil. Mən bu dövlətin şəxsən sahibiyəm. Dövlət mənimdir. Dövlət nə prezidentindir, nə Milli Məclisindir, nə heç kimindir. Dövlət sənin, mənimdir. Bizimdir bu dövlət. Allah Azərbaycanımızı qorusun. Hamıya salam aleykum.